İlham Əliyev daha bir siyasi məhbusu qətlə yetirdi. 2023-cü ilin avqust ayında Xırdalanda Heydər Əliyevin heykəli üzərində Stalin sözü yazan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəy Kərimli dünən həbsxanada qətlə yetirdi. Belə hakimiyyət deyir ki, Elbəyi 2 saylı həbsxananın güya tibbi məntəqəsində özünə asıb, amma bu nağıl söhbətdir. İnandırıcı bir məsələ deyil. İlham Əliyev qisas alır. İlham Əliyev bütün dünyaya, bütün Azərbaycan gəncliyinə, Azərbaycan xalqına mesaj verir ki, onun rejimində xüsusilə atasına söz deyən adamlar pis cəzalandırılacaqdır. Bax, sizə bir söz deyim. Bayram Məmmədov, Heydər Əliyevin heykəlini yazan bizim dostumuz. Həbsdən çıxdı, getdi Türkiyəyə. 2021-ci ilin may ayının 2-sində onun cəsədini İstanbuldan, dənizdən çıxartdılar. Onun ölüm xəbəri, onun öldüyü tam təsdiqlənməmiş. Azərbaycan hökumət mediası rəhmətli Bayram haqqında hər cür iftira yazdılar ki, güya intihar edib. Ayın 9-u Bayramı dəfn edildi. Onu Heydərin adı idi. İlham atasında Bayram ad günü hədiyyəsi elədi Bayramı. Qətlə yetirdi. Mən də tamamilə əminəm. Kimin nə deməsindən asılı olmayaraq, kimin nə danışmasından asılı olmayaraq. Mən moda sahilində olmuşam. Mən orada onun güya intihar etdiyi yeri bilirəm. Mən orada polisin bir-birinə zidd açıqlamalarını bilirəm. Mən orada blogerlərin paylaşdığı videoları bilirəm. Bu ilə bağlı mən bir yazı yazmışdım, paylamışdım da. İndi də bu Xalq Cəbhəsinin fəalı Elbəy Kərimlini İlham Əliyev qətlə yetirdi. Atasının ölüm günündə. Elbəy 2023-cü ildə Heydərin heykəlinin üzərinə yazmışdı ki, Stalin sözünü yazmışdı və diktator adlandırmışdı. Elə o Elbəyi də Bayram kimi, qiyas kimi evindən 1 kilo narkotik maddə çıxmışdı və narkotik maddəni saxlamaqla bunu cəzalandırmışdılar. 6 il iş vermişdi Ağır Cinayətlər Məhkəməsi 2024-cü ildə. Və dünən ölüb, büyük məlumat yayıblar. Sançasda həbsdə olan adamlar bilir. Sançasda intihar edibdir. Bu söhbətlər nağıl söhbətlərdir, yalan söhbətlərdir. Mümkün olmayan bir şey. Və Azərbaycan hakimiyyəti İlham Əliyev siyasi rəqiblərindən belə qətlə yetirmək işində ustadır. Cəzalanmır, ona görə də əli ayağı çox uzanır. 2017-ci ildə Mehman Kərimlini qətlə yetirmişlər, bloger, həbsxanada. Gizlətmişlər, dedilər ki, ölməyib, sağ salamatdır. Gecə ilə aparıb Kürdaxanın böyründəki qəbirstanlıqda dəfn etmişdilər. Allah yastığını yüngülləsin, Allah şəfa versin. Oqtay Güləliyev tapdı onun qəbrini, dəfn olunduğu yeri. Gecə ilə aparıb bastırmışdılar. Səhər amma Penitensiar Xidmət Prokurorluq media açıqlama vermişdi, Ədliyyə Nazirliyi media açıqlama vermişdi ki, Mehman ölməyib, öz kamerasındadır. Bunlar Vidadi İskəndərlini keçən il Fransada evində qətlə yetirdilər. Elmar Hüseynovu qətlə yetirdilər, Rafiq Tağını qətlə yetirdilər, Rasim Əliyevi qətlə yetirdilər, Vüqar Rıza Belçikada qətlə yetirdilər. Hüseyin Bakıxanovu. Hüseyin Bakıxanovu başına min oyun açdılar. Hüseyin Bakıxanovu döydülər. Sonra da çağırdılar, oteldə öldürdülər, meydana atdılar yeri. Gürcüstan hökuməti ilə birlikdə. İlham Əliyev qatildir. Və bu Elbəy Kərimli də bu qatilin, bu baş kəsən İlham Əliyevin növbəti qurbanıdır.
Nə qədər ki biz susacağıq, nə qədər ki biz danışmayacağıq, nə qədər ki biz etiraz eləməyəcəyik, nə qədər ki bu qatilin təpəsini yarmayacaq, əzməyəcək bu ilanın başını, biz hər il bir nəfər itirəcəyik. Biz hər il bir nəfər itirəcəyik. Birimizi evdə təkliyib öldürəcək, birimizi həbsxanada təkliyib öldürəcək, birimizi yolda gedən yerdə öldürəcək. Bu adamın ağzında, bu adamın dişlərində Azərbaycan xalqının qanı var. Bu artıq bu qana öyrəşib. Bu hakimiyyətdə adam öldürməklə gəlib, azadlıq meydanında. İnsanı qətlə yetirməklə gəlib. Minlərlə adamı həbsxanaya salmaqla gəlib. Qatildir bu adam, başqasəndir bu adam. Və bu başqasənin, bu qatilin növbəti qurbanı Elbəy Kərimli oldu. Həbsxanalar bizim üçün məzar yeri olmamalıdır. Ümumiyyətlə, jurnalistlər, siyasi müxalifət həbsxanaya salınmamalı. Lukashenko bugün 120 nəfərdən yuxarı siyasi məhbusu azad edir. Bu alçaq, bu şərəfsiz İlham Əliyev isə bizim siyasi məhbusumuzu, gənc adamı öldürüb. Öldürüb həbsxanada. Atasının ad günündə. Bunlar manyakdırlar, zombidirlər. Bayramı da atasının ad gününü ərəfəsində öldürmüşdü. O dünyaya güya hədiyyə göndərmişdi. Dünən də Heydər Gorbagorun ölüm günündə onun heykəlini yazan bizim müxalifətçimizi qətlə yetirdilər. İlham ona görə qudurub ki, İlham ona görə azğınlaşır ki, Azərbaycan xalqı ona yerini göstərmir. Ona görə azğınlaşmır, bu Avropa buna heç nə demir, Amerika buna heç nə demir. Yox. Ona görə ki, biz buna heç nə demirik. Bu ilanın başını əzmək lazım, dostlar. Yoxsa o bizi udacaq, bir-bir udacaq. Bax, bugün Azərbaycan bayrağı ordeni alan bir Azərbaycan zabiti, kapitan, tibb xidmət kapitanı. Rusiya ordusunun tərkibində Ukraynaya qarşı müharibədə öldürülüb. Qalxıb Həsənov adında. 44 günlük müharibənin qəhrəmanı olub adam. Azərbaycan bayrağı ordeni verilib. Azərbaycan bayrağı ordeni Vətən müharibəsi qəhrəmanı, milli qəhrəmandan sonra 3-cü hərbi ordendir. Ən yuxarı olan hərbi ordenlərin içində ən yuxarıdır. 1-ci dərəcəli ordendir. Azərbaycan bayrağı ordeni alan kapitan, həkim pulsuzluqdan gedib işğalçı ordunun tərkibində Ukraynaya qarşı vuruşu və öldürülüb. Getdi bu adam. Ukraynada ölən hər bir Azərbaycanlının qatili də İlham Əliyevdir. Mən bilirəm, oraya gedən adamları tanıyıram. Çoxsu, bax, xiddiyə qədər borca görə gediblər ki, kredit borclarının ödəsində, ailələrini dolandırsınlar. Ruslan adında mənim bir qonşum, həm də əskər yoldaşım vardı. Adam borclara da görə getdi, Rusiyada öldürüldü. Cəsədi aylarla qaldı şeydə. Döyüş meydanında. Ruslar heç çıxartmırdılar. Çürüyəndən sonra çıxartdı da Rusiyada da dəfn edildi. Biraz bundan əvvəl Oğuzlu bir nəfər adam həlak olmuşdu. Meydi qalmışdı Rostovda, Morgda. Rusiya hökuməti heç onu geri də göndərmirdi. Bax, bunların da günahkarı. Bu adamların da qatil İlham Əliyevdir. Çünki İlham Əliyevin yaramaz, oğru, korrupsioner siyasəti nəticəsində işsiz qalıblar, pulsuz qalıblar, avara qalıblar. Məcbur oldular Rusiya fəhləliyə getmək. Orada da min cür hiylə ilə, min cür bəhanə ilə təzyiq altında Rusiya ordusuna xidmətdən ötürü müqavilə bağladılar və Ruslar onlara qabağa verib qırdırır Azərbaycanlar, qeyri-millətlər. Ruslar arxada olur. Qeyri-Ruslar göndərdilər döyüşə və adamlar öldülər. Son aylarda biz hər gün Rusiyada bir Azərbaycanın öldüyü xəbərini eşitdik müharibədə. Artıq 1000 nəfər keçib. Rusiya ordusunda Ukraynaya qarşı vuruşan ölən adamlar sayı. İlham Əliyev qatildir və bu adam nə qədər hakimiyyətdədir, biz öləcəyik. Orada burada ölüncə bir dəfəlik azadlıq meydanına çıxıb, bu ilanın başını əzmək lazımdır. Qorxmaq lazım deyil. Onsuz da öldürüldük, onsuz da bir-bir öldürüldük. Orada burada ölüncə yığışan gedəyim bu ilanın başını əzək. Heç olmasa sağ qalanlar adam kimi yaşasın.